Salam aleykum, kiçik uşaqlar və valideynlər. Bu gün sizlərə hüzn ilinə aid bir qayda danışacağam. O zaman başlayaq. Bismillahirrahmanirrahim. Hüzn ili. Boykot sona çatmış, müsəlmanlar rahat nəfəs almışdılar. Boykot bitkidən bir neçə ay sonra dalbadal Peyğəmbərimizi kədərləndirən iki hadisə baş verdi. Ona arxa olan əmisi Əbu Talib və həyat yoldaşı Həzrəti Xədicə vəfat etdi. Hər ikisi ən ağır günlərdə onu tərk etməmiş, ona dəstək olmuşdular. Hər ikisi dar günündə sığınacaq olmuşdu. Kədərlənən Peyğəmbərimiz bu günlərdə ümmətimin üzərinə gələn bu iki müsibətdən hansı sayılacağımı bilmirəm demişdi. Ona görə də bu il hüzn ili adlandırılırdı.